Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtında, necə ki İmam Buxari öz səhihində rivayət edir, Uveymir Əclani gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, ya Rasulallah, əgər deyir mən evə gedib, evdə öz həyat yoldaşımı başqa bir kişi ilə tutsam, o kişini öldürə bilərəm. Peyğəmbər sallallahu aleyhi və səlləm onun sualını xoşlamır və susur, cavab vermir. Səhəri gün Uveymir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir, deyir ki, ya Rasulullah deyir, sənə dünən dediyim sözlə imtihan olundum. Getdim evə və yoldaşımın yanında başqa bir kişi gördüm. Subhanallah, insanın dediyi söz bəla olaraq öz başına gələ bilər. Və bu hadisədən sonra Allah subhanətələ ayə nazil edir Nur surəsində ki, o kəslər ki deyir, öz yoldaşlarını zina ilə ittiham edirlər və özlərindən başqa heç bir şahidi yoxdur. Qoyanlar Allahı 4 dəfə şahid gətirsinlər. Və bu məşhur ayə də həmin məşhur qissədən sonra nazil olur. O qissəyə görə nazil olur. Və subhanallah, insan həqiqətən də dediyi sözə fikir verməlidir. Çünki hərdən elə bir söz deyər ki, yəni fərqinə varmaz və o söz də ona imtihan olaraq gələ bilər. Və başqa bir rəvayətdə, İmam Buxaridə keçən Abdullah ibn Abbasdan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm qızdırmadan əziyyət çəkən bir yaşlı kişini ziyarət edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, lə bəs tahur inşallah. Yəni onun üçün şəfa diləyir, yəni sağalması üçün dua edir. Və kişi deyir ki, yox ya Rasulullah deyir, bu qızdırma məni öldürüb qəbrə götürənə qədər əl çəkməyəcək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, o zaman tamam. Və həqiqətən də kişi qızdırmadan ölür, həmin qızdırmadan. Həqiqətən də insanın başına gələn bəlanın bir çoxu dediyi sözdən doğur. Başqa bir rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm ölüm yatağında əziyyət çəkən bir səhabəni ziyarət edir və sahabə həqiqətən də əziyyət çəkirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşur ki, necə dua edirdin? Deyir ki, ya Rasulullah deyir, mən dua edib deyirdim ki, Allahım deyir, mənə qiyamətdə nə əzab verəcəksənsə, o əzabı mənə bu dünyada ver. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onu qadağan edir. Və deyir ki, denən ki, Rabbənə ətinə fid-dunya həsənətən və fil-əxirəti həsənətən və qina əzəbənlər. Deyir ki, biz öyrədildik deyək ki, ey Rəbbimiz bizə dünyada da yaxşılıqlar ver, axirətdə də yaxşılıqlar ver və bizi əzabdan qoru. Və ona görə də insan imtihan sözlərini işlətməməlidir. Məşhur rəvayətdir. Hüseyin radiyallahu anhu Kərbəlaya gələndə soruşur ki, bu yerin adı nədir? Deyirlər ki, Kərbələ. O da deyir ki, kərbun və belə. Kərb sıxıntı deməkdir, müsibət deməkdir, bələ də ki, bəladır. Deyir ki, o zaman bu yer sıxıntı, müsibət və bəla yeridir. Və həqiqətən də imtihan olunur. Müsibətə düçar olur, qətlə yetirilir və şəhid olur. Və alimlər deyir ki, həqiqətən də sözdən dolayı imtihan olunur. Radiyallahu anh. Və başqa bir rəvayətdə Muaviyyə radiyallahu anhu yanında olan əshabından birindən, adı Ubeyd olur, Ubeyd ibn Şəriyyə, yaşda böyük olur və ərəblərin arasında hikmətli olaraq olan biri kimi tanınır və həmçinin də çox məlumatlı biri olur. Muaviyyə radiyallahu anhu ona deyir ki, sənin deyir, rast gəldiyin ən qəribə hadisələrdən birini bizə danışarsan. O da deyir ki, bəli deyir. Mən deyir, bir dəfə bir məntəqədən keçirdim və bir cənazə var idi. Və o cənazədə iştirak elədim. Və cənazə sahibinin kim olduğunu bilmirdim. Ancaq deyir, qədərdən oradan keçirdim və cənazədə iştirak elədim. Və sonra bir kənara çəkilib ağlamağa başladım. Və ağlayanda bu şeir, yəni nə vaxtsa eşitdiyim bu şeir yadıma düşdü və o şeiri təkrarlamağa başladım. Şeir belə idi ki, bir kişi dünyasını dəyişir, yəni şeirin məzmunu budur ki, kişi dünyasını dəyişir, yaxınları onun ölümünə sevinir, qıraqdan gələn qərib insanlar da ağlayır. Və deyir, məni bir nəfər eşitdi, deyir, bu şeirin yazanını tanıyırsan? Dedim ki, yox. O da deyir ki, şeiri yazan indi ölən bu adamdır ki, həqiqətən də bu gün deyir, onun yaxınları ölümünə sevinir, ancaq sən onu tanımırsan və ölümünə ağlayırsan. Və subhanallah, buradan da görünür ki, insan dediyi sözlə imtihan olunur.